Vurmanın törəməsi ilə bağlı əfsanəvi bir yol. Əziz dostlar, deməli necə? Bir törəmə sualında 2-dən artıq vuruq varsa və bizdən soruşduğu törəmə bunun vuruqlarından birini sıfıra çevirirsə, mütləq şəkildə bu yoldan istifadə edə bilərsiniz. Necə edirəm? F törəmə x bərabərdir. Sonuncu ifadənin törəməsini tapıram. Təbii ki, x çıxılsın 99-un törəməsi bizə 1 verəcək. Digər ifadəni köçürürəm. Nə verər? X vur x çıx 1, x çıx 2 və s. x çıx 98. F törəmə 99 bərabərdir. Gətirib x-lərin yerinə 99 yazsaq. 99 vur 98 vur 97 və s. vur 1. Bu ifadə bizə nəyi verəcək? 99 faktorialı. Deməli, F törəmə 99 bərabərdir 99 faktorial olar. Möhtəşəm bir yol.